Demək uşaqlar, bu gün yumor olan qadın blogerlər video seriyamızın 5-ci bölümü ilə qarşınızdayam. Bu gün yenə Cüneyt Rəhimin videolara baxacağıq. Birinci bölüm həqiqətən də çox sevdiniz və 4800 dənə like atdınız. Əgər bu videoya da 3000 like atsanız görə Cüneyt Rəhimin videolarına baxmağa davam edəcəyik. Deyirik və gedirik. Görək Cüneyt Rəhim necə videolar çəkib. Oğlumun toyunda mən. Bir dəqiqə. Oğlu toyunda sən necə əlini çiynirsən la? Heç də anlamadım bu arada. Sözü əsl mənasını heç də başa düşmədim də yəni. Birinci bir video ola bilər ki, mən bir video baxıram, bir şey başa düşmürəm. Tartışmayı kaybetmək üzərəkən yaptığın o son koz. Türkçə video. Nəymiş o son koz? Əzimlə qalsın, bunu mən bacım falan deyirəm. Belə söhbət aparsa, çox məntiqli bir şəkildə aparsan, sonra da başlayırsan ağzını əymə. Fisiyo da, söhbət öldü. Ata, yenə gəldi. Abala pul yoxdur məndə. Elon Musk oxşur. Vay, onun boğazında şöyle də la. Bilirəm mən? Ata pul, Pul və ata. Ata, dənizə getmək istəyirəm. Pul ver Nə var də. dənizdə? Su. Evdə də var. Düşün. Ata, bu ayaqqabını al da mənə. 39 razmer bir giysin. Ata, mən 36 giyinirəm Abala axı. girək hər il təzəsini alasan mı? Gələn də giyinərsən. O birisi də giyinərsən. O birisi də. Mən başım çıxmır, hər il adamın ayaq razmeri 1 santim böyür ki. Santim nədir? 1 razmer böyür. 90-cı illərdə 200 şirvan vermişəm mən bu ventiliyatora. Of, həyata gedək kondisioner alaq da ondansa öldü istidən. Milyoner qızsan da sən. O əlindəki ventilator var ya, deyəsən bütün evlərdə var ya onun. Abala nə yaxşı. Get pul qazan al. Bir ailəni asan ayaqda saxlanıldığını fikirləşirsiniz. Ekonom eləməsəniz o ailə ayaq üstə durmaz uşaqlar. 20'li yaşlarda sevgi anlayışı. İcazə vermir qısa giyinməyə, qısqanır çünki məni çox sevir. Nə geyinəcəyimə özüm qərar Bu dəfə verirəm. sevgi Dur bas bayır. Yox, icazə almadan heç yerə gedə bilmərəm. Gözdə soruşum. Alo, aşkım, mən tualetə gedirəm, olar gedim. Hara və neçədə gedəcəyimə özüm qərar verə bilərəm. Dur bas bayır. Instagramı da sildim, WhatsApp'ı Dur bas da. bayır. Çünki qoymur girməyə, qısqanır axı məni. Sosial şəbəkəni istədiyim kimi idarə edə bilərəm. Səni isə blok atıram. Dur bas bayır. Məncə 30'lu yaşlarda sevgi yoxdur. Buna görə elədi. Mənə dedi ki, Aytən yaxşı qız deyil. Onunla podruqa olma. Sözündən çıxa bilmərəm axı. Bir şey başa düşmürəm, bir dəqiqə la. 20'li yaşlarda belə tema sıfırlanır həqiqətən də sevgililər arasında. Hansı o qızı hardan tanıyırsan? Başa düşmədim sən. Sənin sevgilinin dostluğu sən ondan necə daha yaxşı tanıya bilərsən? Dur bas bayıra. Dur bas bayra. Siz hansı uşaqlar 20'li yaşlarsınız yoxsa 30'lu yaşlarsınız mentalitet olaraq? Olmaz deyilən hər şeyi edirsən çünki artıq böyümüsən və öz evindəsən. Vara valla daş bakırım beni aldı. Mahnı zor ne? Prost belə şeylər hər dəfə yaxşı olmur da. Bir dəfə edirsən, ondan sonra həvəs alırsan, ondan sonra eləmək istəmirsən. Mamanın ağırlı balası her gün çıxıb oğlumla parkda gəzirik. Çox ehtiyatlı olan bala. Oğlumun elə 39 yaşı var. O məni gözdən qoyan var, bir balaca balamdır. Oqcan bala, mamanın balası. Abala, nə oğluma niyə vermirsə top oynamağa? O mənim balaca balamdır, özüm doğmuşam. Birdən başda bir hadisə gələr. Anan qurban. Balaca oğlum akrobatika öyrənibdi, mamaya göstərsin. Can bala, mamanın ağırlı balası. Ada qaçmadı. Mən oğlumu gözdən qoyan varam. Çünki mənim balam... Nağarsın, yürü oyuna. Abırsız, yəsiz gör mənim oğlumu. Beləncə uşaqlar evlərindən sonra yenə də ana tərəfə yıxılırlar. Başa düşürsən, anam da anam eləyirlər. Ananızı sevməzsə, ananızı sevməyin deyə bir şey demirəm də. Amma bu qədər də yox da, başa düşürsən. Yəni beləncə uşağı ərkön böyüdəndə, ondan sonra böyüyəndə heç də yaxşı şeylər olmayacaq da, yəni. O uşaq heç öz başına qərar ala bilməyəcək, öz sesindən eləyə bilməyəcək. Bu videonun üstünə yorumlarda bayağı bir söhbət dönüb, biri haqqında. Yoxsa onları göstərməyəcəm. Prosta real olub olmadığını bilmirəm, o cür göstərmirəm. Real olsa da göstərməzdim bəlkə, bilmirəm. Instagramın göründü. Evdəkini gördüm. Məncə evdəki daha yaxşı. Nə vaxt instituta daxil olursunuz? Nə vaxt evlənirsiniz? Nə vaxt uşağınız olacaq? Bəs ikincisi, bəs bacı, inşallah bunların toyları nə vaxtdır? İnşallah nə vaxt pensiyaya çıxırsınız? Özünüz üçün nə vaxt yaşayacaqsınız? Heç vaxt. Bu demək ki, başqalarının sözünə görə həyatınızı yaşasanız, artıq o həyat sizin həyatınız olmur. Məktəb bizə nə öyrədir? Nə öyrət? Sentyabr ayını həsrətlə gözləməliyik. Tətil bitdi, qayıtdınız yenə. Qırılmışlar. Gör bu hissi başınıza nə oynatıram mən. Bütün müəllimlər niyə o tip geyinirdi? Bax, arxa verə bilmirəm Instagramda deyə. Bütün müəllimlər niyə o tip geyinirlər? Belə bir dənə yufka, bir dənə uzun yufka, bir də ağ köynək. Niyə bütün müəllimlər elə geyinirlər? Bir qanunzat var. Oxumağa, öyrənməyə can atmağı. Bundan çıx. Abala, bunlar mənə lazım deyil, sizə lazımdır. Mən baxıram, olsa qandığınız bir şey yox. Sən ara baxırsan. Özünə inanmağı və güvənməyi. Səndən adam olan deyil olsa, bütün sınıfı korlayansa, dur çıxart o bayrağı. Get direktor yana gəl. Öz fikrini. Ay belə 8-ci sinifdə hərbi müəllimin mənə dediyi söz yadıma düşdü. Ziblə qalsın. Mən demişdi ki, sən üzə baxanda oxuyan uşağa oxşayırsan, ancaq bir şey deyilsən demişdi mənə. Sənə
fikrini soruşun oldu. Ay bəzi bax sən kimsə ki sənin öz fikrində olsun. Sırada çıx bayram. Hər zaman ədalətli olmalı. Kim köçürsə gündəliyi gətirir ki, Nigardan başqa. Onun ailəsi hörmətli ailədir. Sən də yazaq. Yazıq o qabaqda oturan uşaq. Siz məktəbdən nə öyrənibsiniz uşaqlar? Yazın yorumlara. Bilirsiniz ki, məktəb illəri ömrümün lazımsız, mənasız, acınacaqlı illər. Bu arada sən bir də söz deyim, həqiqətən də məktəb illəri çox mənasız, məntiqsiz illər idi. Sən öldürüm. Universitet illəri böyükdür. Məktəb illəri həqiqətən deyirəm, nə? Əziz valideynlər, bağışlayın. Bu 1-ci sinifə aid olan dərs idi. Sabah sizdə dərsim yoxdur. Səhv gedib. Sabah sizdə Ay, tərbiyəsiz adamsın. Mən burada valideynim. Yine yeterliyim bu gitme. Yeterliyim gitme. O boyda müəllim olsan, bir dənə atdığın səsi silməyi də bilmirsən. Yəni belə müəllim olar. Allah bilir. Cütlüşlər bir prinsiplər yəni. Cüneyt Əlixan. Cüneyt yoldaşı Əlixanın yoldaşı. Bir almanın iki yarısıdır, başa düşürsən? Əks olmalıdır. O qara ağ söhbəti var idi. Bu hardaydı, Yaponlardaydı, kimlərdəydi? Belə qara ilə ağ bir-birinə qarışır, bir-birinə tamamlayırlar o söhbət. Gördün də onlar da boşandı. Gördüm. Görmez olaydım. Bir ayın içinde. Oğlan layiq deyil. Sonra nə oldu? Ərizə veriblər. Siz bunu bilirdiniz ki, oğlanlar qadınlardan qeybətə daha çox düşündülər. Bilmirdiniz? Mən də indi öyrəndim. Baş üstə həyatım, sən nə desən, Oğlanlar eşitmək istədiyi sözlər. bir gün sənə yeməyi bişirəcəm. Allah, səhərə kimi PlayStation oyna. Corablarını çıxarıb evin hər tərəfinə ata bilərsən. Bir də heç vaxt özümə təzə paltar almayacağam. Niyə evdə oturursan? Çıx get, səhərə kimi dostlarınla əylən. Dişlərini hər gün yumasan da olar. Pulumuza qənaət edək, amma siqaretə yox. Sən bir dənə söz deyim. Deyəsən mən oğlan deyiləm, amma mən eşitmək istəmirəm bu tipdə sözlər. Sən öldürürəm. Yırtıq tumanlarımı heç vaxt atmayacağam. Gəl çıx, boynumda otur. İğrənc. Sözün əsl mənasında iğrənc. Belə olan kişi vardır. Bəlkə ehtimal vardır bu arada. Olmasaydı zaten belə bir video çəkilməzdi mənim fikrimdə. Olmayım. Belə kişi olmayın uşaqlar. Qızlar özünü oğlan kimi apararsın. Məncə var bu oğlan deyil, amma bu sapıqdır bildiyi. Sapıqa bizdə nə deyirlər? Adını bilmirəm. Sapıqdır da yəni bu. Zarafat belə eləyən oğlanlar nə yaşayır ala? Yəni məqsədiniz nədir qaqa? Yəni belə eləyəni qız deyəcək ki, nəysə başım bırax. Qapıda qonşu görəndə. Vallahi ya, axot deyə kimdir qonşuya salam verən, bir də orada nəsə söhbət eləyən sən öldür. Cıra. Hara gedirsən bala? Bu veşlər nədir belə? Yaxşı sən öldürəm də yəni. Ay sənə dəxli var da, nənə get imkan ver. İmkan ver, nədir la? Get nənələrimə bax, nəvələrimə bax, nənələri. Danışsam çox şey deyəcəm. Buradan coğrafiya müəllimimə salam göndərirəm. O mənə deyirdi ki, sən heç nəyə nail olmayacaqsan. Müəllimə, bu gün mən Londonda Eyfel qülləsinin qabağında dayanmışam. Siz də istəyin. Heç kimə qulaq asmayın. Nail olun. Mən bir şey başa düşmədim. Bu Fransadakı piramidalar deyildi. Azərbaycanlılar xaricdə Azərbaycanlı görəndə. Gör insanlar nələr yaradırlar. Zırıltı işləyir. Tarix deyə tarix. Nə oldu la? Nə oldu la? Başa düşmədim. Söhbət başa düşmədim ki. Nə oldu ki? Niyə? Heç də başa Allah qəşə başa düşmədim bu səfər. Mama. Ata, O klassikdir zaten oyandıranı. Eləyib oyanmaq kimi. işim var. Nə qəşəng qoftadır, deyəsən təzədir. Qoy bundan bir dənə əski eləyim. O yüzü böyük. Nə yaxşı işləyir. Qoy bunu xarab eləyim. Alo, ağız sən hardasan? Ağız dədən dağıdır öşüyü, dağıdır ki, hanı bu qız, hanı? Gəlib çıxmasan 2 Günel mən böyük bir mimə oxşayırsan öldürəm ya. dəqiqə öldür. Özü bu ana forması girəndə var ya, lap oxşayır da. Mən də sən də sakitləşdirə bilmirəm. Tez elə 2 dəqiqə öydü ol. Yatıb ya dərəs. Deyirəm də. Ya atam çox əsəbidir, o sırada ata. Mən hardayam? Heç sürücüyə saxla deyə bilmərəm. Artıq Bizans imperiyasına girmişəm. Atalan qurduğu Max Dialog. Ata, sabahın xeyir. Mən çıxıram. Pul lazımdır mənə. Anan hanı bala? Mətbəxdədir. Verirsən pul çıxıram. Hava soyuqdur, soyuqdur hava. Ata, Bildiyi yola verir sənə. bütün evi su basıb, turbo partlayıb, bir dənə gəl bax. Vay. Mən demişdim də bu virus qayıdacaq. Ay ata, deyirəm evi su basıb, gəl bax tez elə. Yeməyə nə var? Ata bildiyin görüldü atır sən öyle. Ata, mama icazə verdi şəhərə getməyə. Sən də ver gedim də. Sən niyə dərsdə döyürsən az? Ata, mən çoxdan bitirmişəm ya universiteti.
Dedim ya yox. Nə tez böyüdünüz. Amma adam olamadınız. Ata dur. Get deməkdir dostum, gedə bilərsən. Dur ata. Elçilər gəlib. Dur da. Gedirəm ata. Hara gelsən? Ərə gedirəm da, ət oyan. Çay qoy elə get. Bu şey, yəni Hilalın bir dənə videosu var, divardakı yazıya belə baxır deyə, ona oxşadı. Uşaqların qayğı lazımdır. Yadımda da uşaq adam o bizincə çırpırdı. Ətəb inanmaz olur. Az dəfə yalan uşaqlarsınız, siz necə utanmırsınız yalan danışmağa? Mənim isə barmağım da dəyməkdir. Mama qonşular səsimizə yığışır deyə. Ataya da deyəndə lap pis çırpırdın gəl. Nətərman kör oldunuz ha, siz oxşadınız oxşamışlarınıza. Şərat miras mənim üstümə yalandan. Oxub yadındadır. Bunlar indi xoş xatirələrdir, yoxsa travmalardır? Nə ararsan? Yəsən tədəsini yaşayacaq. Özü attı mı tam 12-dən vurur, hara vurmaq istəyirsə, çat. Balina, böyük balina aşkar olub Bakı şəhərində qəsər Hə, bu tema yadına düşdü. görən insanlar nə hiss eləyir? Balina! Bir də gördüm Akyan o tərəfindən üzə gəlir. Akşam nədir? Xəzərdən çıxıb balina. Üzə gəlib balina. Və bizim milli balıqlarımız nə olacaq? Bizim milli dəyərlərimiz hamilədir balina, hamilədir. Doğulsa balası Azərbaycan vətəndaşı olacaq. Balina basıb şəhəri. Balina ətindən sveji kotlet. İstəsən bacı. Svejli, bu dəqiqə Xəzərdən. Sən bilən söz, yəni bu balina olan vaxtı mən şəhərdə değildim bu arada. Olsaydı mən də gəlib baxardım bu arada. Şəhərdə nə şəhərdə idim, nə də YouTuber idim, sən öldürəm də. Yəni mən temalarda tap bildiyin uzaq qalmışam. Yəni. Qonaq gələndə anaların düşündüyü. Ay xoş gəlibsən. Ay Ola bunlar nə qədərdirlər? Deyim nə qəşəngdir. Bu nədir belə tozlu ki hər yan? Bu nə gündədir? Belə mətbəx olar. Vay vay vay. Biz pəncərəni yumur ki. Vay vay. Az bu heç yerini yığmır ki. Vay vay vay. Heç nə vay. Mən bir də gələm. Vay 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 vay. Ne oldu? Ne oldu abla? O sevməyən riyafələrin azların içində. Sən bilən söz, o günlərdə İlçi Xəlilin bir dənə videosunu gördük ya. O da bunu oxşayır. Prosta o lap başqa temaydı, başa düşürsən ki. Dediyim kimi, keçən videolarda dediyim kimi, bəli, bu reallıqdır, elə fikirləşirlər içlərindən. Prosta sizə demirlər. Mən inşallah bu video bu qədərdir. Ümid sevdiyiniz bir video olmuşdur. Daha çox Cüneyt Rəhmin videolarına baxmağınızı istəyirsə, bu videoya bir dənə like atmağı unutmayın. 3000 like atsanız bunun 3-cü bölümü gələcək. Belə 3 olur, Allah şey kimi oldu belə. Nəysə, gələcək video görüşmək üzrə. Bu arada Cüneyt Rəhmin Instagram və TikTok hesablarında açıqlamalar qismində görə bilərsiniz. Gələcək video görüşmək üzrə. Sağ olun.